Bismillahirrahmanirrahim. Rəcəb ayının 10-u İmam Cavad əleyhissalamın mübarək mövlud günüdür. Bu gün münasibətilə Əhl-i Beyt aşiqlərinə təbrik deyirik və Allahdan arzumuz budur ki, İmam Cavad əleyhissalamın dünyada ziyarətindən, ahirətdə şəfaətindən bizləri binəsib eləməsin inşallah. İmam Cavad əleyhissalamın mübarək hədislərindən birini qeyd edirəm. İmam Cavad buyurur ki, hər kimdə 3 şey olsa, həyatda peşmançılıq çəkməz. Həzrət buyurur, birincisi tələsməmək. Yəni insan tələskəndir. Necə ki, Qur'an-ı Kərimdə buyurur ki, xuliqəl insanu aculə. Biz insanı tələskən xalq eləmişik. Yəni insanın öz xislətində tələsmək var. Bir tərəfdən də buyurur ki, biz səbr edənləri dost tuturuq. Odur ki, insan gərək bir iş görəndə həyatda tələsməsin, səbirli olsun. İkincisi, Həzrət buyurur ki, işlərində başqaları ilə məsləhətləşmək. Necə ki, Qur'an buyurur. Qur'an-ı Kərimdə Allah Teala buyurur ki, mənim bəndələrim ibadur Rahman, yəni Rəhmanın bəndələri, Qur'an ayəsi belə buyurur ki, beynəhum şura, öz aralarında məşvərət eləyərlər. İmam da bu ayəyə, bu kəlama öz sözün buyurur ki, başqaları ilə insan gərək məsləhət eləyə, bu məsləhət olan işlərdə heç vaxt insan peşman olmaz. Amma məsləhət elədiyin insanın da gərək o işi ki, sən ona məsləhət edirsən, gərək o işdə elmi ola, biliyi ola, təcrübəsi ola. Belə deyək, bir adam əgər ev tikmək istəyirsə, gərək mühəndisə məsləhət eləsin. Ev tikən adam, daha bu filan kəs ağsaqqaldır, ağsaqqala məsləhət eləyim, olar. Amma evi tikməkdə mühəndisə gərək məsləhət eləyəsən. Ağsaqqal öz təcrübəsini sənə deyər. Amma mühəndis bütün işin alimidir ki, o sənə daha yaxşı o işdə məsləhət verər. Odur ki, işin sahibinə, necə deyərlər, gərək məsləhət eləyəsən. Üçüncüsü budur ki, İmam buyurur ki, tələsməsən, səbirli olsan və başqaları ilə məsləhət eləsən, Bismillah, işini gör. Həzrət buyurur ki, işlərində Allaha təvəkkül etmə. Yəni, təvəkkül etmək işlərdə Allaha şərtləri var. Daha mən bir iş görüm, elə ağlıma gələn bir işi gedim görüm və heç kəsə məsləhət eləməyim, bu işin axırı peşmançılıq ola bilər. O vaxt ki, insan tələsmədən və məsləhət edərək Allaha təvəkkül eləsə, o işin sonu inşallah xeyirli olar. İmam Zeynul Abidin əleyhissalam bir gün öz evinin xidmətçisini çağırdı. Və Həzrət buyurdu ki, gəl əyləş yanımda. Bəli, xidmətçi gəldi. Dedi, mən istəyirəm sənə bir iş görəcəyəm, onu məsləhət eləyim. Həmin xidmətçi imama buyurdu, yabna Rasulullah, sən Peyğəmbərin varisisən, elm şəhərinin balasısan, imamsan, sən necə mənə məsləhət eləyirsən? Biz sizə məsləhət eləyək, biz sizdən öyrənək. Dedi, Qur'an-ı Kərimdə buyurur, beynəhum şura, yəni möminlər bir iş görəndə gərək məşvərət eləyə. Hətta adam tapmasa da evdə görsən ki, öz evladı ilə az yaşlı da olsa oturub ona danışmalıdır və ondan məşvərət eləməlidir ki, mən istəyirəm bir işi görəm. Allah həmin vaxtı onun ayəsinə, yəni buyruğuna əməl etdiyinə görə o insanın dili ilə görsən ki, sənə bir yol göstərəcəkdir. Odur ki, insan iş görəndə gərək məşvərət eləyə. Allah bizim gələcək günlərimizi inşallah xeyirli qərar versin.